Naxçıvan Muxtar Respublikası bilirik ki, kənd təsərrüfatı yönümlü bu xalq təsərrüfatının müxtəlif sahələrində bu sulardan geniş istifadə edilir. Ekoloji təmiz ərzaq almaq üçün təmiz sudan istifadə etmək lazımdır. Təmiz su sağlam həyatın rəhnidir. Ona görə də bu suların hal-hazırda istifadəsi və gələcəkdə istifadəsi üçün bir neçə deməli müddəa təklif etmişik ki, yeni istifadə üsullarını dəyişdirmək, onlara bu suların tərkibini, onun tərkibində olan oksigenin miqdarını, hidrogen göstəricilərini, minerallığını, makrokomponent tərkibini elmi cəhətdən araşdırmaq suların tətbiqinə sərf etmək lazımdır. Naxçıvanda su obyektlərinin mühafizəsinə nəzarət edilir, çay, göl və digər su obyektlərinin çirklənməsinin qarşısının alınması məqsədi ilə qanunvericilik tələblərinə uyğun olaraq tədbirlər həyata keçirilir. Suların istifadəsi və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsi Naxçıvan Muxtar Respublikası üzrə rayonlar üzrə ayrılmış 13 zonada əməkdaşlar tərəfindən fəaliyyət göstərir. Həmin müşahidələr, nəzarət tədbirləri zamanı su məcəlləsi və bu sahəni tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət edilməməsi halları aşkarlanan zaman həmin şəxs barədə akt tərtib olunur və xəbərdarlıq edilir. Edilən xəbərdarlığa baxmayaraq nöqsanı aradan qaldırmayan şəxs və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq prosedur tərtib edilir. Çirkab sularının düzgün idarə edilməsi ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına, əhalinin sağlam mühit üçün yaxşı yaşamasına təminat verir. Tullantı sularının düzgün idarə edilməməsi isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Mərkəzləşmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə tullantı suları şambo dediyimiz sirkab su quyularına axıdır. Həmin sirkab su quyuları Nazirlər Kabinetinin 395 nömrəli və 74 nömrəli qərarına uyğun olaraq hazırlanmalıdır. Yəni dərinliyi 3 metrdən az olmamalı, səthi və divarları su keçirməz olmalıdır. Suların düzgün idarə edilməsi həm də onların enerji sahəsində səmərəli istifadəsinə imkan yaradır. Naxçıvan Muxtar Respublikasında ən çox dağ çayları, qısa dağ çayları mövcuddur. Bu dağ çaylarının kiçik modullu elektrik stansiyaları və kiçik modullu deməli su anbarları onların üzərində yaratmaqla ərazinin deməli su təchizatını artırmaq və yaşıl enerji tərəfdən və energetik deməli tələbatımızı ödəmək mümkündür. Su anbarları vasitəsilə son zamanlar deməli həm iqlim dəyişiklikləri, həm quraqlıqla əlaqədar olaraq suların, yerüstü suların azalmasının qarşısını alır. Orada yığılan sulardan deməli həm xalq təsərrüfatında, həm də kənd təsərrüfatının müxtəlif sahələrində suvarmaq üçün onlardan istifadə etməyə zəmin yaradır. Suya qənaət gələcəyə investisiyadır. Naxçıvanın yerüstü su ehtiyatlarından düzgün, elmi əsaslarla və qənaətlə istifadə olunması təkcə kənd təsərrüfatının inkişafını deyil, həm də regionun ekoloji və iqtisadi təhlükəsizliyini təmin edir. Adilə Səfərova, Arzu Sadiqov, Rəşad Əkbərov, NTV Xəbər.